Salam əziz ikincilər, sizləri kanalımda xoş gördük. Biz bugün 2-ci sinif Azərbaycan dili 2-ci hissə dərsliyindən səhifə 82, 83 və 84-də olan tapşırıqları həll edəcəyik. Gəlin başlayaq. Tapşırıqlara keçməmişdən öncə kanalımıza abunə olmağınızı və videolarımızı bəyənməyinizi xahiş edirik. Gəlin başlayaq. Təbiət bizə nə verir? Fəsil 1. Çalışma 1. Şəkillərdə gördüyünüz canlıların faydaları haqqında danışın. Deməli, bizə birinci pambıq şəkli verilmişdir. Pambıqdan parça, parçadan da geyimlər hazırlanır. İkinci şəkildə qoyun şəkli verilmişdir. Qoyunun yunundan yun parçalar hazırlanır. Qoyunun südündən pendir hazırlanır. Üçüncü şəkildə arı verilmişdir. Arının balı çox faydalıdır. Keçək çalışma C-yə. Mətni oxuyun. Mətnin hansı abzasları İpək qurdu haqqında daha çox məlumat verir? İpək qurdu. Bu hadisə çox qədimdə Çində baş vermişdi. Bir gün Çin hökmdarının xanımı tut ağacının altında oturub çay içirdi. Birdən onun fincanına ağ rəngli kiçik bir şey düşür. Xanım barmağını salıb onu çıxarmaq istədikdə dırnaqları nazik sapa ilişir. Şahzadə xanım dartdıqca sap uzanır. Məlum olur ki, bu İpək qurdunun hördüyü barama imiş. Bu hadisədən sonra Çinlilər baramadan ipək sap və parça əldə etməyə başladılar. Bəs İpək qurdu baramanı necə hörür? İpək qurdu kəpənəyin bir növüdür. O kiçik yumurtalar qoymaqla çoxalır. Bu yumurtalardan balaca qurdlar, tırtıllar əmələ gəlir. Tırtıl yarpağı ilə qidalanır. O öz ətrafına barama hörməyə başlayır. Barama hazır olanda tırtıl onun içərisində kəpənəyə çevrilir və uçub gedir. İnsanlar baramanı açıb ipək sap hazırlayırlar. Bu sapdan ipək parça toxunur. Çalışma C. Mətndəki məlumatlardan istifadə etməklə aşağıdakı sxemi şərh edin. Deməli, baramadan ipək parçanın alınması. Deməli, baramadan ipək parçanın alınması 7 üsuldan ibarətdir. Birinci şəkildə gördüyümüz kimi kəpənək yumurta qoyur. İkinci şəkildə kiçik qurdlar, tırtıllar yaranır. Üçüncü şəkildə tırtıl böyüyür. Dördüncü şəkildə barama əmələ gəlir. Beşinci şəkildə tırtıl kəpənəyə çevrilir. Altıncı şəkildə ipək sap hazırlanır. Bu şəkildə sıralama bu şəkildə olmalıdır. Keçək çalışma D-yə. Mətnə əsasən cümlələrin ardıcıllığını müəyyən edin. Deməli, birinci gələcək. Burada çalışma C-də ipək sapı hazırlanır. 7-də isə ipək parça toxunur. 7 üsuldan ibarətdir. Keçək çalışma D-yə. Mətnə əsasən cümlələrin ardıcıllığını müəyyən edin. Deməli, birinci, kəpənək kiçik yumurtalar qoyur. 2. Yumurtalardan tırtıllar əmələ gəlir. 3. İpək qurdu barama sarıyır. 4. Baramadan ipək saplar hazırlanır. 5. İpək saplardan parça toxunur. Çalışma 2A. Şəkillərə baxın və geyimlərin nədən hazırlandığı haqqında danışın. Deməli, birinci şəkildə bizə lent verilmişdir. Lent ipək parçadan hazırlanır. İpək də baramadan hazırlanıb. Deməli, 1 A-ya aiddir. 2 B-yə aiddir. Pambıq koftalardır. Bunlar materialı pambıqdan olur. O da pambıqdan hazırlanmışdır. Pambıqdan parçalar, parçadan da belə geyimlər hazırlanır. 2 B-yə aiddir. 3-də isə yun parça koftalardır. Bunlar da isə qoyunun yunundan hazırlanmış parçalardan ibarətdir. 3-də C-dir. Keçək səhifə 84-də. Çalışma 5. Şəkillərə baxın və yun parçalarının hazırlanması haqqında danışın. Şəkillərin altında verilmiş sözlərdən istifadə edin. Qırxmaq, yumaq, daramaq, əyirmək, toxumaq, tikmək. Deməli, birinci şəkildə əvvəlcə qoyun qırxılır. İkinci şəkildə qoyunun yunu yuyulur. Üçüncü şəkildə yunlar daranır. Dördüncü şəkildə nənələr yunları əyirib sap hazırlayır. Beşincidə sapdan parçalar hazırlanır. 6-da parçadan geyimlər hazırlanır. Sıralama bu formada olacaqdır. Keçək çalışma C-yə. Pambığın hekayəsi mətnini dinləyin. Verilmiş cümlələri mətndəki ardıcılığa uyğun oxuyun. Deməli, birinci tarlada siz pambığın hekayəsi mətnini yazıb dinləmiş olarsınız. Biz isə gəlin sıralamanı yazaq.
Tarlada pambıq yetişir. Yığılmış pambıq fabrika daşınır. 3. Pambıqdan saplar hazırlanır. 4. Fabrikdə saplar boyanır. 5. Saplardan parça hazırlanır. Bu şəkildə. Çalışma C. Sözlərə ç, ti, çu, çu hissəcikləri artırıb yazın. Almış sözləri izah edin. Deməli, hər bir sözə uyğun hissəciyi artırıb yazırıq. Traktorçu, əkinçi, üzümçü, pambıqçı. Traktorçu, traktorla məşğul olan insana deyilir. Əkinçi, əkin biçin işləri ilə məşğul olana deyilir. Üzümçü, üzümlə məşğul olan adama deyilir. Üzümü yığan, becərən. Pambıqçı isə pambıq yığan insanlara deyilir. Çalışma 3A. Şəkildə gördüyünüz insan hansı peşə ilə məşğul olur? Bu peşə haqqında bildiklərinizi danışın. Deməli, şəkildə gördüyümüz insan arıçıdır. Şəkildə kiçik arı evləri görürük. Arılar bal hazırlayırlar. Arılar güldən, çiçəklərdən şirə toplayıb gətirib pətəyə tökürlər. Sonra bal yaranır. Arıçılar bu balı təmizləyib insanlara çatdırırlar. Bugünkü tapşırıqlarımız bu qədər. Kanalımıza abunə olmağı və bəyənməyi unutmayın. Hələlik.